Həqiqətən qurban İslamın şüarlarından və böyük ibadətlərdən biridir. Allah Teala onu Quranda namazla birgə əmr etmiş, sünnədə isə, hədislərdə isə onun fəzilətini bəyan etmişdir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm də bu ibadəti davamlı şəkildə yerinə yetirmişdir. Qurban Allaha ibadət niyyəti ilə Qurban bayramı günlərində bayram səbəbi ilə kəsilən heyvana deyilir. Qurban kəsmək İbrahim Peyğəmbərin, ona Allahın salavatı və salamı olsun, qoyduğu bir yoldur. Belə ki, ona oğlunu Allaha qurban kəsmək əmr olunduğunda, o Allahın əmrini yerinə yetirmək istəyir və bu əmrə boyun əyir. Lakin Allah öz lütfu və mərhəməti ilə bu əməlini bir böyük qoç göndərməklə əvəzləyir. Eyni zamanda qurban kəsmək Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin yoludur və bu əzəmətli ibadətə Quran və sünnə dəlalət etməkdədir. Allah Teala buyurur ki, sən də Rəbbin üçün namaz qıl və qurban kəs. Həmçinin başqa ayədə belə deyilir. De ki, şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi olan Allaha məxsusdur. Peyğəmbər sallallahu aleyhi və səlləm də hədis-i şərəfdə buyurur ki, kim qurbanı namazdan sonra kəsmişsə, onun qurbanı yerinə yetmiş və müsəlmanların sünnəsinə uyğun olmuşdur. Abdullah ibn Ömər, Allah onların hər ikisindən razı olsun, demişdir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Mədinədə 10 il qaldı və hər il qurban kəsərdi. Əksər alimlər qurban kəsməyin təkid olunan sünnət olmasını söyləmişlər. Bir çox alim isə söyləmişdir ki, müsəlman qadir olduğu halda, yəni imkanı olduğu halda qurban kəsməyi tərk etməməlidir. Gücü çatmayana isə qurban kəsmək vacib deyildir. Qurban bayramı günlərində qurban kəsmək qurbanın qiyməti qədər sədaqə etməkdən daha fəzilətlidir. Belə olmasaydı, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm və sahabələri qurban kəsməz, əvəzinə sədaqə verərdilər.